Bismillahirrahmanirrahim ve bihi nesta'in ve innehu hayrun nasirin ve mu'in. Hamduke Allahümme ni'mel mevla ve ni'mel nasir, ni'mel hadi ve ni'mel vekil. Salam olsun Hüseyn'e, salam olsun onun pak əhli beytinə və salam olsun onun dostlarına, onun armağanı və hədəfləri uğrunda canını fəda eləyən insanlara və salam olsun bu günlərdə dünyanın hər yerində və bundan qabaq və gələcək günlərdə bütün dünya boyunca, dünya durduqca Hz. Hüseynin armağanın, məramın və hədəfin yaşadan kişi və qadınlara Allahın salamı olsun. İmam Hüseyn əleyhissalam böyük bir məktəb yaratdı və həmin məktəbdə bütün məsələlər, bütün təfərrüatı ilə, xırdalıqları ilə, incəlikləri ilə bəşər həyatına lazım olan bütün sualların cavabı verilir. Bir dənə müasir insan düşüncəsi formalaşmaq istəsə, bir kamil insan düşüncəsi formalaşmaq istəsə, əgər insan bu dünyada yaşayışın doğru, düzgün formada tətbiq eləmək istəsə, İmam Hüseyn əleyhissalamın gözəl həyatı, Kərbəladan qabaqki və Əhl-i Beytin Kərbəladan sonraki həyatı, Kərbəla dönəmindəki həyatı insanlar üçün böyük bir örnəkdir. İnsanlar onu örnək götürərək kamil surətdə həyatlarını gözəl surətdə tənzimləyə bilərlər və yaşaya bilərlər. Son zamanlarda bəzi suallar, hətta görürəm sosial mediada da bəzən qarşılaşıram, bəzən dostlar göndərirlər, sual eləyirlər. Son zamanlarda belə bir söz yayılmışdı. Mühərrəm ayında toy etmək olar ya etmək olmaz. Bəzi adamlar deyirdilər ki, heç bir fəqih Mühərrəm ayında toy etməyin qadağan olması barədə fətva verməyib. Bilirsiniz əzizlər, bəzən görürsən bir dəfə deyir belə bir Leyli Məcnun əsərində Şeyx Nizaminin beyti var. Deyir be Məcnun goft ruzi eybcuyi ke peyda kon behəz Leyli nikuyi. Deyir bir gün bir eyb axtaran adamlar ki var cəmiyyətdə hər zaman olublar. O vaxtı da var idi bu eyb axtaran adamlar. Bu eyb axtaran adamlardan biri bir gün Məcnuna dedi ki, Leyladan daha gözəl bir nəfəri mənə göstərə bilərsən? Çu Leyli gərçə در چشم تو حوری است به هر عضوی ز اعضایش قصوری است. Dedi nə olsun ki Leyla sənin gözündə çox gözəldir. Amma dərinə geçsin, yoxlasın, onun üzvlərinin hər birində bir qüsur var. Sənin gözündə huri də olsa, axtarsın, görərsən ki, onun qüsuru var. Nə olsun sən onu huri kimi görürsən? Bəlkə də məhəbbət səni kör eləyib. Əl-hubbu yu'mi və yusim. Məhəbbət insanı kör və kar eləyər. İnsan nə eşitməz həqiqətləri, nə görməz həqiqətləri. Çün Məcnun in suxan beşniydi aşoft. Şeyx deyir ki, Məcnun ki bu sözü eşitdi, əsəbləndi. Dəran aşoftəgi xəndan şodu qoft. Həmən o əsəbi halda əsəblə güldü, təbəssüm elədi və belə dedi. Tu mu biniyyü Məcnun piçeş mu. Dedi, sən saç görürsən, amma Məcnun o saçın qıvrımlığıdır. Tu əbru, u işarəthay əbru. Sən qaş görürsən, amma qaşın işarələrinin özü Məcnundur. Sən Leylaya baxıb onda qüsur tapmaq istəyəndə onun saçını görürsən, orada bir qüsur tapıb deyə bilərsən, onun saçında bu qüsur var, bu nöqsan var. Qaşın görsün, onun qaşında bir qüsur tapıb deyərsən, onun qaşında bu nöqsan var. Amma mən saçın özüyəm, mən o saçı görmürəm, saçın özüyəm. Mən o qaşı görmürəm, mən o qaşın özüyəm. Yəni məhəbbət bizi birləşdirib, eyni adam eləyib. Mən Leyladan qıraqda deyiləm ki, o Mövlana deyirdi, birini sevirdi, gəldi onun qapısını döydü, dedi kimsən, dedim mənəm, dedi sən kimsən, dedi sənin aşiqinəm, dedi mənim aşiqim olsaydın deməzdin mənəm, deyərdin sənəm. Yəni eşq insanları birləşdirir axı. Qeys ona belə cavab verir, deyir sən Leylada nöqsanı ona görə görürsən ki, sən onun saçını görürsən, qaşını görürsən, üzünü görürsən, amma mən onların özüyəm. Əgər در کاسه چشمم beşini, becuz xubiyə Leyli nəbini. Sən gəl mənim göz kasamda otursun, gözümün kasasında otursun, dünyada Leyla gözəlliyindən başqa heç nə görməzsən. Görərsən ki, Leylanın gözəlliyidir bütün dünyanı əhatə edib. Bütün dünyanı tutan, dünyanı örtbasdır eləyən, dünyanı öz əhatəsinə salan Leyla gözəlliyidir. İndi bəzən mən bu sualları ki görürəm, danışırlar. Mühərrəm ayında toy eləmək olar. Vallah deyirəm bu sözü. O qədər bu mənim üçün ağırdı bu sözlər.
o qədər çətindir. Yəni adamlar gör nə qədər, hətta bəzən bir din xadimi bunu danışa bilərsə, Mühərrəm ayında toy eləmək olar. Bu barədə müştəhidlərin fətvası yoxdur və yaxud var deyirlər, eləmək olar, heç kim qadağa eləməyib. Bu din xadiminin nə qədər bu aləmdən, din aləmindən, mənəviyyat aləmindən uzaqlığını göstərir. Adam o qədər bu aləmdən uzaqdadır, ona görə bu sözləri danışır. Bir adam bu aləmin içində olanda eyni o Leyli Məcnun əsərindəki Qeyslə həmin onu irad tutan tənqidçi adamın müsahibəsinə, söhbətinə bənzəyir bu. O adam da deyirdi, sən Leylanı belə sevirsən, amma onun nə qədər nöqsanı var. O deyir, axı mən bunun özüyəm, sən biraz bu işin dərinliyinə get, bu işin özəyini tap. Kimliyini qarışdır Hüseynin kimliyinə, Əhl-i Beytin kimliyinə, Peyğəmbərin kimliyinə. Ondan sonra görəcəksən ki, bu aləmdə hər nə varsa təziyə saxlayır. Sən bugün toydan danışırsan, deyirsən toy eləmək haqqında qadağa yoxdur. Mən bunları açıqlayacağam, bunlar nağıl deyil. Bunlar indi bir-bir açıqlama verəcəm ki, mənəvi baxımdan niyə görə toy eləmək olmaz? Mənəvi baxımdan niyə bu sözü danışan adam bu məclisdən o qədər uzaqdadır? O bir dənə söz var, deyirsən, heç bağda deyilsən ki, biləsən biz bu bağda hansı meyvədən danışırıq. Sən qalmısan hasarın o biri tərəfində, bağın içində olan adamlar mübahisə eləyirlər meyvələr barəsində. Sən hasarın o biri tərəfindən müdaxilə eləyirsən ki, yox, sən görmürsən, axı bağda deyilsən sən. Sən bir bağda ol, sən heç bilmirsən kimin başını qırxırlar, deyirsən, məsələn, filan kəs vay. Hələ bir bax gör, söhbət nəydən gedir? Sən qıraqdasan. Qıraqda olduğuna görə bu qədər rahatçılıqla danışırsan. Sən bax gör bu vadidə olanlar necədir? Bax gör bu vadidə bir nəfər adam var idi, Afrikadan bizim tələbə yoldaşımız. Mən o ilə bərabər tələbə olmuşam. Bu adam deyirdi ki, məndən yaşı çox idi onun, böyük idi yaşı. Deyir, biz uşaq olanda, o vaxt internet falan yox idi də indiki kimi. Günlər də bilinmirdi, təqvim də yox idi. Biz də Afrikada birdən qəbilədə yaşayırdıq. Orada barmaq sayı qədər Əhl-i Beyt davamçıları var idi. Başqa məzhəblərdən var idi, başqa dinlərdən var idi. Əhl-i Beyt davamçıları az barmaq sayı qədər ailələr idi. Biz bilmirdik Mühərrəm haçan başlayır, Mühərrəm haçan qutarır. Biz bilmirdik Aşura nə vaxt olur. Bunları bilmirdik. Dedim, onda siz Mühərrəm qeyd eləmirdiniz. Aşura qeyd eləmirdiniz. Ağladı. Dedim, niyə ağlayırsan? Dedi, bizim qəbilədə bir dənə qoca var idi. O Mühərrəm gələndə kədərlənirdi. Hamı bilirdi, deyəsən Mühərrəm gəlib. Filankəs özün qapadıb, özünə qapanıb. Bu hədisdir ya, Əhl-i Beytdən, bax İmam Rızadan, İmam Kazım əleyhissalamdan. Rəyyan ibn Şəbibə nə dedi? Dedi, atam Mühərrəm ayı daxil olanda mükəddər olurdu, kədərlənirdi. Aşura yaxınlaşdıqca atamın, ağamın kədəri çoxalırdı. Biz hiss eləyirdik ki, biz Aşuraya yaxınlaşırıq. Bu Afrikalı tələbə mənə deyir ki, bizdə bir qəbilədə bir qoca kişi var idi. Mühərrəm ayı girəndə bu özünə qapanırdı, kədərlənirdi. Gün keçdikcə bunun kədəri çoxalırdı. Biz də bilirdik artıq Mühərrəm ayı gəlib. Yığışırdıq bunun başına. Aşura günü olanda bu tam təcrid olurdu bu aləmdən. Kədər bunu üstələyirdi. Kədər bunun vücudunu örtürdü, vücudunu götürürdü. Adamlar belə yaşayıblar. Onlar Hüseyn üçün elə təziyə saxlayırlar. Sən burada o qədər vadidən uzaqdasan, hələ bunun mübahisəsini eləyirsən ki, Mühərrəm ayında toy eləmək olar, ya toy eləmək olmaz. Görsən vadidən nə qədər kənardasan. Görsən bu eşq vadisindən, məhəbbət vadisindən, İslam vadisindən, əzəmət mənəviyyat vadisindən nə qədər kənardasan ki, sən bugün bu məsələləri danışırsan. Mən bunlara elmi cəhətdən də açıqlama verərəm. Bizim bu qeyb aləmi ilə, bu müşahidə aləmi ilə qeyb aləminin arasında bədənlə ruh arasında olan bir fərq var. Bədənlə ruh arasında tənasüb nə formadadırsa, bu maddə aləmi ilə mələkut aləminin arasındakı tənasüb də o formadadır. Biz bugün ruhu görmürük, amma bizim bütün idarəçiliyimiz ruhun əlindədir. Biz bədənimizin vasitəsilə eyşi işrətdəyik, rəfəhük, yaşayırıq, asayişdəyik, kədərdəyik, qəmdəyik, qüssədəyik. Bədən vasitəsilə bunları edirik. Amma bunların hamısı ruhun vasitəsilə bizə təqdim olunur. Sadəcə ruh mücərrəd varlıq olduğuna görə ruhu nə incitmək olmur, nə sevindirmək olmur. O inciməyi və sevinməyi ruh bədənin vasitəsilə, bu geyimin vasitəsilə əldə edir. Maddə aləmi ilə
qeyb aləminin, müşahidə aləminin, qeyb aləminin arasındakı tənasüb də belədir. Biz necə ruhu görmürük, ruhun təzahürün bədəndə görürük, bədənlərdən danışırıq. Eynilə biz bu maddə aləmini də görürük. Qeyb aləminin bura təzahürün, qeyb aləminin bura təsirin, qeyb aləminin bunun üstündəki gücün və qüvvəsini görmürük. Biz qeyb aləmindən kənardayıq. Bəzi adamlar bəzən görürsən bu aləmdən özlərini təcrid edə bilirlər, yüksələ bilirlər. Ora qalxanda o qeyb aləmindəki vəziyyəti görürlər. O vəziyyət onlara görünəndə o təsiri burada da hiss eləyirlər. Bu aləmdə o təsiri hiss eləyirlər. İndi bugün aləm hamısı Əhl-i Beytlə bizim aramızdakı fərq bilirsiniz nədədir? Mühərrəm ayında toy eləmək olar ya yox soruşurlar bu sualı. Mən dünyaya gələndə bu dünyada heç nə baş vermədi. Mən dünyadan gedəndə də bu dünyada heç nə baş verməyəcək. Dünya bədənində heç nə baş verməyəcək. Dünya mexanizmində heç nə baş verməyəcək. Mən gəlməklə, getməklə heç nə olmur. Amma Peyğəmbər dünyaya gələndə, sevgili Peyğəmbərimiz dünyaya gələndə min illərlə yanan Fars atəşkədəsi söndü. Peyğəmbərimiz dünyaya gələndə Kəbə evində bütlər açdı. Yüz illərlə, min illərlə olan çaylar qurudular. Səmadan qorxulu səslər eşidildi. Səmada seyhələr eşidildi. Səmada rənglər dəyişildi. Və məbədlərdəki, kilisalardakı, məbədlərdəki onların qurduğu heykəllər açdılar özlərindən. Bütün səma əhli bilirdilər nəsə baş verir. Şeytan yerə enirdi, yüksəlirdi. Bunlar bizim mötəbər hədislərimizdə keçir. Sən ki bunun dalıycasan görəsən Mühərrəm ayında toy eləmək olar ya olmaz. Sən bu hədislərə inanırsan da demək. Ona görə soruşursan da eləmək olar ya eləmək olmaz da. Və deyirsiniz ki, heç bir mənəvi qaynaq yoxdur. Quranda və hədisdə bu barədə söz yoxdur. Sən Quranın, hədisin nə dilin bilirsən, məntiqin bilirsən, insanlara da bunu açıqlamaq istəyirsən ki, Quranda, hədisdə belə şey yoxdur. Gəl sənə yüzlərlə hədis məntiqi göstərərəm ki, Mühərrəm ayında şadlanmaq olmaz. Gəl sənə yüzlərlə irfani hədis həm şiyyədən, həm sünnidən göstərərəm ki, Mühərrəm ayı Əhl-i Beytin qəm günü, Peyğəmbərin qəm günü ümumiyyətlə sevgili Peyğəmbərimizin və onun Əhl-i Beytin qəmli günləri birbaşa bu aləmdə qəmin və kədərin yayılmasına səbəb olur. Peyğəmbər dünyaya gələndə nələr baş verdisə, Peyğəmbər dünyadan gedəndən sonra da o baş verdi. Bəyən Peyğəmbərin qəbrinin üstündə xanım Zəhra salamullah əleyha ağlayıb demirdi, Əli ibn Əbi Talib demirdi və ləqəd ingətə bi mautikə madəm yəngəti bi mauti əhədin. Sənin dünyadan getməyinlə elə bir şeyin ardı kəsildi ki, davamı kəsildi ki, səndən başqa bütün bəşər dünyasını dəyişsəydi, onun davamı kəsilməyəcəkdi. O vəhy idi. Allahla bəşərin əlaqəsi, vəhy əlaqəsi kəsildi Peyğəmbər dünyasını dəyişməklə. Peyğəmbərin yoxluğunda bu aləmdə böyük bir yoxluq icad oldu. Necə olur İza matəl alim, matəl aləm, alim öləndə aləm ölür. Bəs Əhl-i Beytin gözü, zamanın höccəti, Peyğəmbər qucağında böyüyən şəxs, Əlinin və Zəhranın reyhanı olan Hüseyn əleyhissalam öləndə bu aləmdə heç nə baş vermədi. İndi bu aləmdə həmən məsələlər təkrarlanmır. Peyğəmbər dünyaya gələndə nə baş vermişdisə o zaman, indi də Peyğəmbərin mövludunda həmən məsələlər təkrarlanır və Qədr gecəsinə bənzəyir. Qədr gecəsi bir dəfə olmadı ki, ruh yerə enir, Cəbrail yerə enir, mələklər yerə enirlər. Hər il Qədr gecəsində həmən hadisə təkrarlanır. Əhl-i Beytin mövludu, Əhl-i Beytin vəfatı, şəhadəti də eynilə belədir. Onlar dünyaya gələndə o zaman nə baş vermişdisə, bugün də onların mövlud günündə o təkrarlanır. Niyə? Çünki Əhl-i Beyt və Peyğəmbər belə deyildi ki, sadəcə o ilə yaşayanlar ondan bəhrələnə bilsin. Biz də bugün ondan bəhrələnməliyik. Necə ki, Peyğəmbər dünyaya gələndə o zamanın insanı üçün o fəzilətlər baş verdi onun gəlişi ilə, bugün də onun mövludunda bu zamanın insanı üçün o fəzilətlər baş verməlidir. O fəzilətlər bizim üçün baş verməlidir. Niyə? Çünki onda ədalətsizlik olar. Onlar üçün o fəzilət oldu, bizim üçün olmadı. Onlar üçün yaranan bizim üçün də bugün təkrarlanmalıdır və təkrarlanır. Peyğəmbər dünyadan gedəndə, dəyişəndə dünyasının bu aləmdə nələr baş verdisə, indi də onlar baş verirlər. Hüseyn dünyaya gələndə nə olmuşdusa, indi də olur. Hüseyn dünyasını dəyişəndə bu aləmdə bütün qeyb aləmi kədərlənmişdisə, o kədər qeyb aləmindən bu dünyanın bədəninə sirayət eləmişdisə, ötürülmüşdüsə, bugün də o ötürülür. Bugün də mənəviyyat dolu insanlar Mühərrəm ayında kədərlənirlər. Bugün də mənəviyyat dolu insanlar Aşura yaxınlaşdıqca kədərlənirlər. O Afrikadakı tələbəmizin qəbilə başçısının misalı kimi. Adam
belə olmuşdu ki, mükəddər olmuşdu, kədərlənirdi. Bugün də belədir. Sən mənəvi duyğulardan özünü uzaqlaşdırmısan tam surətdə, təcrid eləmsən özünü. Ona görə sənin üçün bu məsələ bugün maraqlıdır. Görəsən bir söz tapa bilərəm deyim, Mühərrəm ayında toy eləsinlər də. Sən əgər özünü bu vadidən tam kənarda qoyursansa, zaten İmam Hüseyni öldürənlər şadlanırdılar da. Onlar da həmən vaxtı şadlanmışdılar. Hələ həmən ildə əsrlər bundan qabaq şadlanmışdılar da. Sən də bugün şadlana bilərsən də. Amma bu məsələlərin sənin həyatına birbaşa mənfi təsirləri olar. Niyə? Çünki bugün zaman elə bir yerdədir. Zaman elə bir yerdədir. Bilirsiniz, bu məclisin ağırlıq məsələsi var. Məsələn, görürsən, bəzən bir komediya aktyorudur. Onu çağırırlar bir məclisə, ağır bir məclisə. Bu komediya aktyoru da başlayır orada ağır-ağır məsələlər danışmağa. Ona deyirlər, mən olmuşam belə məclislərdə. Görmüşəm, bu komediya aktyoruna deyirlər ki, danış. Sən bir, məsələn, bir söz danış, buradakılar gülsünlər, təbəssüm eləsinlər. Deyir, axı, bura ağır məclisdir. Mən bu ağır məclisdə, bura mənim yerim deyil, mən bura səhv gəlmişəm. Bəzən də bunun əksi olur. Görürsən, bir dənə ağır insanı, Allah rəhmət eləsin, Hacı Arif şair Buzovnalı, o özü mənə danışmışdı bir dəfə. Deyir, mənə bir toya çağırmışdılar. Hamısı oynayırdılar, əylənirdilər. Təbii toyda oynayırlar, əylənirlər. Amma hamısı məst halındaydılar, özlərində deyildilər. Deyir, mən dedim ki, mən də bir çağırıblar qəzəl deyim. Filan birini çağırdım, mənə bu toya dəvət ediblər qəzəl deməyə. Mən gəldim orada qəzəl demək istəyən, deyir, biri gəldi mənə dedi, qardaşım, sən nə edirsən, tez elə. Cəmaat oynamaq istəyirsən, nə edəcəksənsə tez elə yığışdır. Deyir, mən orada necə qəzəl deyə bilərəm? O məclis tam başqa məclisdir. Mənim oxuyacağım irfani qəzəl tam başqa qəzəldir. Tam şeir başqa şeirdir. Əksi də olur, beləsi də olur. İndi sən bu vadidən kənardasan, sən özünə bu icazəni verə bilirsən ki, bunu danışasan və istəyirsən o balaca bir dənə qığılcım gələn bir haqq yer tapmısan oradan, yüngül öz aləmində, öz fikrində, istəyirsən oradan batil istifadələr eləyəsən. Və insanları bu tərəfə istiqamətləndirirsən ki, hə, yox, toy eləməyin nə eybi var ki, Mühərrəm ayında. Yox, bu zaman Mühərrəm ayı bizim üçün Füzuli rəhmətli deyirdi ki, Mühərrəm yetişdi məsərrət haramıdır. Bu ayda Əhl-i Beytə, bu ayda əza saxlamaq Peyğəmbərə bir ehtiramıdır. Yəni, bu bizim qəzəllərimizdə var. Mah-ı Mühərrəm gəldi, məsərrət haramıdır. Olmaz, Mühərrəm ayı gələndə insanlar kədərlənirlər. Bu kədər bizdən deyil. Əgər insanlar bunu eləmək istəsəydilər, bunu diqqətlə bu sözümü izləyin, əzizlərim. Əgər insanlar yığışsaydılar, qərar qəbul eləsəydilər ki, elə eləyəcək ki, qoymayacaq Həzrəti Hüseyn əleyhissalamın təziyəsi yaddan çıxsın. Əgər bunu insanlar istəsəydilər, hakimiyyətlər istəsəydilər, onda bu bir zamandan sonra bu aradan gedərdi. Məsələn, görürsən, bir hakimiyyətdə olan bir dönəm istəyir, bir günü bayram günü eləyir, bir günü matəm günü eləyir. Sonra hakimiyyət dəyişiləndə həmən bayram günü də qeyd olunmur. Məsələn, biz Sovetlər Birliyi ilə nə qədər bəzi bayramlar var idi, biz onlarla bərabər yaşayan dönəmdə eləyirdik. Amma əlhəmdülillah, Allah bizə müstəqilliyi nəsib eləyib. İndi o bayramlar bizim üçün mənasız bayramlar kimi görünür. Bizim öz müqəddəs günlərimiz var, bayram günlərimiz var. Deməli, o bayram bir yerə qədər idi. Onlar onu 70 il bizə təzyiq elədilər, bunu eləmək lazımdır. Biz də məcbur qalıb elədik. Onlardan canımızı qutaran kimi onu unutduq. Bəşər övladı belədir. İndi bir məsələ ki, 14 əsrdir davam eləyir. Deməli, burada bir ilahi istək var. Bu sənin mənim istəyimlə deyil. Bunun mənəvi açıqlaması budur ki, bu mənəvi dünya ki var, bizim bu qeyb dünyası adlandırdığımız mənəvi dünya. O mənəvi dünyanı biz ondan məhrum eləmişik, özümüzü bu maddə aləmində yaşayırıq. Bəzən o mənəvi aləmdən bizim üçün bir səfa, səmimiyyət açılır, bir əsrar, bir sirlər oradan açılır. O sirlər bizə həyatımıza bir məna qatır. Həzrəti Hüseyn əleyhissalamın qəmi o aləmdə saxlanılır. O qəmin təzahürü bəzən keçir bu aləmə. Necə ki, ruhun kədəri bəzən bədəndə özün tənbəlliyin göstərir, görürsən, adam yorğunluğu hiss eləyirsən, ruh yorulanda adam bədənində yorğunluğu hiss eləyir. O mənəvi aləmin kədəridir bu maddə aləmində hiss olunur. Əgər o kədər oradan gəlməsəydi, bütün dünya əsrlər boyu yığışsaydılar, desəydilər, biz bu təziyyəni saxlayacağıq, saxlaya bilməzdilər. Bu aradan gedərdi. Necə ki, nə Həzrəti Hüseyndən qabaq, nə də Həzrəti Hüseyndən sonra belə bir təziyyə modeli olmayıb. Olmayacaqdı. Və Həzrəti Hüseynin təziyəsi üçün İmam Sadiq əleyhissalam buyurur ki, İnnə li qətlil Hüseyn hərara fi qulubil müminin. İmam Hüseynin qətlindən sonra mömin qəlblərə bir köz düşdü, bir hərarət düşdü.
Qiyamətə qədər o hərarət soyumayacaq. Qiyamətə qədər bütün bəşər yığışa o hərarəti soyutmaq istəyə soyuda bilməyəcək. Niyə soyuda bilməyəcək? Çünki bu mənəvi aləmdəki, qeyb aləmindəki kədərin təzahürüdür bu aləmə çıxıb. Bu heç vaxt aradan getməyəcək. Sən istəsin də bu dünyada yığışasan, dünya əhli yığışsın, desin biz bunu eləməyəcəyik, biz toy eləyəcəyik Mühərrəmdə, şadlanacağıq, bu mümkün olmayacaq. Niyə? Çünki bu qeybin təzahürüdür bu aləmdə görünür. Sən o kökün aradan apara bilməzsən. Sənin hökmün ancaq bu dünyada sürür. Bu dünya həyatında sürür. Ora əlin çatmır. Ona görə sən onu oradan qazıyıb çıxarda bilməzsən. Əgər istəyirsənsə bu təziyyələr yığışsın, toy eləsinlər cəmaət Mühərrəmdə, əgər belə eləmək istəyirsə, dünya əhli belə eləmək istəyirsə, onda o qeyb aləmindəki kədər aradan aparmalıdır. O da bu dünya əhlinin gücündə deyil, iqtidarında deyil. O Allahın gücündə və iqtidarındadır. Ona görə Mühərrəm ayı barəsində danışan adamlar bilməlidirlər Həzrət Hüseyn əleyhissalam niyə bunlar baş verib? Qeyb aləmində Allah niyə bunu səbt eləyib İmam Hüseyn əleyhissalam üçün? Onu da deyim. Deməli biz Quran məntiqində bir insanlar çətinliyə düşə bilirlər. Bizim hamımız çətinliyə düşə bilirik. Hamımızın həyatında çətinliklər olur. Bəzən dözülməz həddə qədər gələn çətinliklər olur həyatımızda. İndi biz insanlar üçün, özünüz üçün bunu qeyd eləyin. Bizim həyatımızda çətinliklər var. Bir də bu çətinliklərlə yanaşı bizim həyatımızda qəbul elədiyimiz qırmızı çizgilərimiz var. Qırmızı çizgilər var. Bunlar dindən doğan qırmızı çizgilər var, milli qırmızı çizgilərimiz var və yaxud məsələn valideynlərimizdən bizə irs gələn adət-ənənələrimiz filan. İndi bizim həyatımız çətinləşəndə insan məcbur olur o qırmızı çizgiləri tapdalayır. Görürsən məsələn normalda adam tənəzzül eləməz, harama getsin. Amma baxırsan, görürsən çətinliyi olur, harama meyl eləyir. Məsələn, görürsən dözə bilmir, adamdır da, insandır, dözə bilmir. Övladı xəstədir, filan da Allah bütün xəstələrə şifa versin. Gedir bir dənə haram işlə məşğul olur, haram ticarətlə məşğul olur. Yaxud gedir haramdan faizlə pul götürür, sələmə götürür, nəsə haram alverlə məşğul olur. Deyirsən, niyə belə elədin? Deyir, axı övladım xəstə idi. Mən övladımı müalicə eləmək üçün bunu elədim, harama əl atdım. Bu çox çıxılmaz vəziyyətdir. Allah bütün çıxılmaz vəziyyətdə olanlara yardım eləsin. Bizdə Quranda və hədislər məntiqində belə vurğulanır ki, hər kim bu çıxılmaz vəziyyətlərə düşəndə qırmızı çizgiləri tapdalamasa, Allah təbarək və təala onun üçün bir dənə yaşıl zolaq açacaq. Elə ki, sən düşdün çətin vəziyyətə, qırmızı çizgilərin ki var, qəbul elədiyim məsələlər var. Mən bunu eləyə bilmərəm. Buna mənim dinim icazə vermir. Bu haramdır, bunu eləmək olmaz. Mən buna getməyəcəm. Mən filankəsin oğluyam, mənə nə deyərlər? Mən filan millətdənəm, mənə nə deyərlər? Misal, qırmızı çizgilər var da, hər millətin, hər dinin, hər adətin, hər köyün, hər kəndin. Sən ki, bunları eləmədin, çətin və ən çətin vəziyyətdə çarə yoxdur. Çarəsiz qalmısan, ancaq harama getmək yolu var. Ancaq harama getmə. Onu eləmədinsə, Allah sənin üçün bir dənə yaşıl zolaq açacaq. Ömrünün sonuna qədər daha sən çətinliyə düşməyəcəksən. Mən yəttəqillah yəcəlləhu məxrəcə, yəcəlləhu furqana. Hər kim Allahdan qorxsa, Allah ona bir çıxış yolu göstərəcək. Bu Quran məntiqidir, hədis məntiqi. İmam Hüseyn əleyhissalam bütün tarixi qaynaqlara əsasən, hədislərə əsasən, Həzrət Hüseyn əleyhissalam bir çıxılmaz vəziyyətə düşdü. O çıxılmaz vəziyyətdə İmam Hüseyn əleyhissalamın gələnəkləri var idi, qanunlar var idi. Adət-ənənələr var idi. İmam Hüseyn bir din yaşayırdı, hamısından önəmli. İmam Hüseyn dini qanunlar əsasında doğulmuşdu, böyümüşdü. İndi Həzrət Hüseyn əleyhissalam düşüb bir vəziyyətə, o vəziyyətdən çıxış yolu bəzi addımlar ata bilər. Eləyə bilər bəzi addımlar atsın. Məsələn, Yezidlə saziş eləyə bilər, razılaşa bilər, misal. Valilərlə razılaşa bilər, ortada vasitələr var. Həzrət Hüseyn əleyhissalama deyirlər, sən bunu demə, beyət elə, sakit qal, sənin heç kimin işi yoxdur. Misal, bu məsələlər, tarixi bunları hamısını bilirsiniz. Bu hadisələrin hamısı bir tərəfdə var. Bir tərəfdə də İmam Hüseyn əleyhissalamın qırmızı çizgiləri var. Həzrət onları tapdalamaq istəmir. Bu mövzumuz budur ya. Allah niyə İmam Hüseynin müsibətin qeyb aləmində səbt eləyib? Və o qeyb aləminin təzahürüdür bu aləm kədərlənir bu günlərdə. Maddə aləmi kədərlənir. Materiya aləmi o nimaterial aləmin təsirində kədərlənir bu gün. Niyə Allah bunu İmam Hüseyn üçün eləyib? Səbəb budur. İmam Hüseyn əleyhissalam gəldi, düşdü bir vəziyyətə, çıxış yolu yoxdur. Çıxış yolu bir dənə bundadır ki, qırmızı çizgilərin tapdalasın. Dedilər ki, sən belə eləməlisən, sən denən Yezidlə sənin nə işin var, işin olmasın belədir.
İmam Hüseyn əleyhissalam dedi ki, mən kimlər, on kimlərə beyət eləməzsə, bunlar hamısını bilirsiniz. Birdən orada cümlə işlədir qırmızı çizgilərlə. Deyir ki, o ətəkdə ki mən böyümüşəm, o ətəyin sahibi narahat olar mən Yezidə tərəf keçsəm. Baxa, anam Zəhra narahat olar. Xanım Zəhranı çəkir ortaya. Mənim anam mənim qırmızı cizgimdir. Qırmızı xəttimdir. Mən onu tapdalaya bilmərəm. O Peyğəmbər balasıdır. O bizi böyüdüb. O bizə belə süd verib. O bizə belə tərbiyə verib. O bizə duanın yolunu öyrədib. Yaşayışın yolunu öyrədib. Həyatın yolunu öyrədib. O bizə mərdliyin yolunu öyrədib. O bizə qeyrətin yolunu öyrədib. Kişiliyin yolunu öyrədib. Əli Əkbər döyüşürdü. Deyirdi, gəlirdilər onların üstünə. Deyirdi, biz Ali Haşim böyləyik. Bax, gör, Ali Haşim demirəm, mən beləyəm. Deyir, Haşimlər belədir, tək mən belə deyiləm. Biz Ali Haşim böyləyik, əhd eyləsək sındırmarıq. Birinə söz versi ya, onu yolda qoymarıq. Mərdanə dəva eylərik, dami siyasət qurmarıq, kişi kimi döyüşərik. Heç kimə hiləgərliklə tor qurub, kimisə təliyə salıb, belə işlər bizdən xaricdir. Biz bunları eləmərik. Biz bəriyik bunlardan, pakıq bunlardan, belə əməllərdən. Mərdanə dava eylərik, kişi kimi döyüşərik, dami siyasət qurmarıq. Kim qaçsa təqib etmərik, kim vursa sakit durmarıq. Deyir, biz Haşimilər ata-babamızdan belə öyrənmişik. Qaçanı qovmarıq. Vursalar sakit dayanmarıq. Bu İmam Hüseyn əleyhissalamın balası deyir bu söz. Hardan öyrənib bunu? Qırmızı çizgisində. Çətinliyə düşüb, amma yenə qırmızı çizgisini dilə gətir. Deyirlər ki, sən çətinliyə düşdün, çıxılmaz yoldasan. Çıxılmaz vəziyyətdəsən, döz. Kasıbçılığında çətinliyi var, xəstəliyində çətinliyi var, dözülməz həddlər var həyatda. Problemlər var, xəstəlikdən də pisdir, kasıbçılıqdan da pisdir. Çoxlu problemlər var, həyat problemlərlə doludur. Dünya həyatında problem bitmir. Elə ki, deyir, çıxılmaz bir vəziyyətə düşmüsən, çalış o vəziyyətdə qırmızı çizgiləri tapdalama, Allah baxır. Allah baxır sənə. Baxır, görsün elə neyniyəcəksən. Necə addım atacaqsan? Elə ki, sən Allah istəyən kimi addım atırsan, o ən çətin vəziyyətdə qırmızı çizgiləri tapdalamırsan, onda Allah sənə bir yaşıl zolaq açır, bir yaşıl yol açır, bir çıxış yolu göstərir. Onda sən çevrilirsən, olursan bir məktəb. Həzrət Hüseynin məktəbi belə yaranıb. İmam Hüseyn ən çətin vəziyyətə düşdü, amma qırmızı zolaqlarından əl götürmədi. Oradan ki, əl götürmədin, bir millət, bir xalq, bir dövlət, bir insan, bir bəşər, bir uşaq, bir böyük, bir qitə, bir dünya belə yaşayanda Allah da olarsın bir yaşıl zolaq açır. O çətinlikdə ki, əl götürmürlər qırmızı çizgilərindən, Allah onlar üçün bir yaşıl yol açır. Onlar başlayırlar Allaha tərəf addımlamaq. Daha onların çətinliyi olmur dünya həyatında. Həzrət Hüseyn əleyhissalam çizgilərindən əl götürmədi. Allah Hüseyni çevirdi bir məktəb elədi. Dedi, qiyamətə qədər bu məktəb yaşayacaq. Kim istəyir, paklansın, gəlsin bu məktəbə. İmam Hüseyn əleyhissalam deyir, biz bunun adını bəla qoyuruq da. Deyir, İmam Hüseyn və əhl-i beytinin başına bəlalar qalmadı, gətirdilər. İndi deyir, bəla Allah dostları içindir. Əl-bəlau lil-vila, bəla Allah dostları içindir. Yaxşı, bəla Allah dostları içindir. Niyə? Deyir, çünki iki səbəbə görə. Ya onların günahı ola bilər. Allah onlara bəla göndərir, onların günahı bağışlanır. Ya da ola bilər Allah istəyir, o günahsızdırlar, Allah istəyir biraz da onları böyütsün. Böyütsün, onları biraz da əzəmətli eləsin, mənəvi məqamların yüksəlsin. Ona görə Allah onlara bizim adlandırdığımız bəlanı göndərir. Yaxşı, İmam Hüseyndə günah yoxdur, İmam Hüseyn məsumdur, günahsızdır. Bəs bəla niyə gəlmir? Deməli, bu səbəb deyil. Bəs İmam Hüseyn həm də böyük daxı imamdır. İmam balasıdır, Peyğəmbər nəvəsidir, özü də imamdır, zamana höccətidir. Deməli, o böyük dərlər, onun böyüməyə də ehtiyacı yoxdur. Bəs bəla bu iki səbəbdən heç biri deyil. Bəs böyük adama, günahsız adama bəla gələndə niyə gəlir? Ariflər deyirlər, onda Allah istəyir onu məktəbə çevirsin. O iki dənə səbəbdə ki, günah bağışlanırdı, mənəvi məqam yüksəlirdi, şəxsin özünə aid idi. Bəla gələn şəxsin özünə aid idi. Amma üçüncü məqamda isə artıq bəla gələn şəxsin özü rol oynamır orada. Özünə aid deyil məsələ. Bəla özünə görə gəlməyib. Bəla onu məktəbə çevirib, ümməti həmən hovuzda, həmən dəryada paklandırmaq istəyir. İstəyir İmam Hüseyn olsun bir məktəb, yüz illərlə qiyamətə qədər, min illərlə qiyamətə qədər insanlar gəlsinlər o məktəbdə, paklansınlar. Çox adamlar var. Ariflərdən biri deyir, mən özü arifdir, böyük bir arif ustadı da olub.
Deyir, danışırdı, deyirdi, mənim bir qardaşım var idi, şuluq idi, şuluqçu idi. Cavan oğlan idi. Əvvəl belə başlayırdı, hamısı cavanlığında vurub yıxan olurlar filan. Sonra yaşlaşdıqca yığışdıra bilmirlər bu məsələləri. Deyir, belə şuluq idi. Əvvəl xoşumuz gəlirdi, sonra gördük, yox, biz bunu yığışdıra bilmirik. Başladı pis-pis işlərlə məşğul olmağa, cinayətlərə qoşuldu filan elədi. Heç nə eləyə bilmirdik. Deyir, getdim ustadımın yanına. Deyir, ustada dedim ki, mənim qardaşım bizi çox incidir. Bax, belədir. Düzəldə bilmirik, onu islah eləyə bilmirik. Deyir, dedi ki, bu vəziyyətdə onu yanıma gətirmək istəyirsən. Deyir, dedim, bəli, Hacı ağa, istəyirəm, gətirəm, sən ona bir sözlər deyəsən. Dedi, yox, onu bu vəziyyətdə gətirsin, o ruhunda hazırlıq olmayacaq. Mən sözü ona desəm də təsir eləyə bilməyəcəm onu. Neyniyim? Dedi, onu bir apar İmam Hüseyn ziyarətinə, Həzrət Hüseyn əleyhissalamı ziyarət eləsin. Əgər İmam Hüseyn ziyarətində ağlasa, sonra gətirərsən onu mənim yanıma, mən ona bir-iki sözlər deyərəm. Onun qəlbinin gözü açılacaq İmam Hüseyn ziyarətində. Ağlasa əgər gətirərsən, ağlamasa gətirməzsən. Deyir, biz qardaşımı götürdük güzlə, getmək istəmir, dedik, Kərbəla ziyarətinə gedək filan. Getdik, deyir, İmam Hüseyn ziyarətinə, Beynül Hərəmeynə daxil olduq, biraz kədərləndi da, bizi ilə danışmırdı, deyir. Hərəmin içinə daxil olduq, deyir, biraz doluqdu, gəldik İmam Hüseyn zərrinin yanına çatdıq, diz çökdü, deyir, başladı hönkürtü ilə ağlamaq. Ağladı, deyir, elə ağlayırdı. Mənə dedi ki, deyir, məni də aparmaq lazımdır ki, kiminsə yanına. Elə mən burada ağam Hüseynlə əhd bağlayıram. Əhd bağlayıram ki, bir də mən Hüseynin yolundan kənar yolları bəyənmərəm, kənar yollara qədəm qoymaram. Allaha and verirəm izzət və cəlalına. Allah təbarək və təala bizi Həzrət Hüseynin yolunda yaşatsın, Həzrət Hüseynin yolunda qocaltsın və Həzrət Hüseynin yolunda dünyadan aparsın. Allaha and verirəm izzət və cəlalına. Allah sizləri, bizləri bu ayın ehtiramına, çətinliklərdən, xəstəliklərdən, bəlalardan uzaq eləsin. Allaha and verirəm izzət və cəlalına. Allah vətən keşiyində duran əsgərləri özü mühafizət eləsin, öz şapərinin altında qorusun. Allaha and verirəm izzət və cəlalına. Allah şəhidlərimizi şühədai Kərbəla ilə məhşur eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.